Körpəni necə yatızdırmaq olar? Yeni doğulmuş körpə özünü rahatlaşdırmağı və sakitləşməyi bacarmır. Ona görə də ananın köməyinə çox ehtiyacı var. Yuxu, istirahət, rahatlama və xoş hisslər deməkdir. Ona görə də körpəni ağlamaq, isterika və müqavimət yolu ilə yatızdırmaq düzgün deyil. Yatızdırmağa keçməzdən əvvəl uşağı düzgün şəkildə yuxuya hazırlamalı və ona rahatlamağa kömək etməlisiniz. Uşağın gün ərzində fəaliyyətlərinin düzgün bölüşdürülməsi mühüm rol oynayır. Gün ərzində oyaqlıq vaxtı aktiv və sakit olmaqla bölünür. 70% aktiv, 30% isə sakit oyaqlıq olur. Gəlin sakit oyaqlıq vaxtı haqqında danışaq. 6 ayədək olan dövrdə sakit oyaqlıq vaxtı yuxuya körpü rolunu oynayan bu mərhələ təxminən 20 dəqiqə çəkir. Daha böyük yaşda isə bu müddət 40 dəqiqədən 1 saata qədər olur. Bu vaxt uşağın rahatlaması və sakitləşməsi üçün vacibdir. Buna uşağın sinir sisteminin sensor yükü azaltmaqla nail ola bilərik. Yəni, işıq səviyyəsini azaltmaq, parlaq və səs-küylü oyuncaqları yığışdırmaq, sakit musiqi qoşmaq, sakit oyunlar seçmək, uşağa bol-bol bədən təması vermək lazımdır. Möstükdən sonra isə 5-10 dəqiqə yuxudan əvvəlki rituala ayrılır. Bu, hər gün eyni ardıcıllıqla təkrarlanan bir neçə hərəkətdən ibarətdir. Ritual həm uşaq, həm də ana üçün xoş olmalıdır. Ritual sayəsində balacalar başa düşürlər ki, yatmaq vaxtı gəlib, rahatlayırlar, yuxudan əvvəl ananın diqqəti və sevgisi ilə doyurlar. Ritual gecə lampasının söndürülməsi ilə başa çatır. Bu da uşağa yuxu vaxtının başladığını bildirən şərti bir işarəyə çevrilir. Uşağın yuxuya getməsi üçün sizin köməyiniz də lazımdır, amma uşaq böyüdükcə bu köməyi azalda bilərsiniz. Yuxuya köməyinizi güclü və zəif olmaqla 2 yerə bölmək olar və biz bunu yuxu assosiasiyası adlandıracağıq. Güclü yuxu assosiasiyaları, əmzik əmmək, yelləmək. Zəif yuxuya getmə assosiasiyaları, eşitmə və toxunma ilə bağlı olanlardır. Yəni, bu beşik mahnısı, yuxu üçün mantra, tanış səslər, çə-çə-çə sizin toxunuşlarınız deməkdir. Sizin köməyinizə ehtiyac olmayan yuxuya getmə assosiasiyaları, sevimli plaşt, oyuncaq, yataq otağının ab-havası, temperatur, qoxular. Əgər uşağın yalnız güclü deyil, başqa yuxuya getmə assosiasiyaları da olsa, bu sizə çox kömək edəcək. 10 aylığa çatanda güclü yuxuya getmə assosiasiyalarını tədricən aradan qaldırmaq olar.